Nizami bu torpağa məxsusdur və bu göstərir ki, bir millət, bir mədəniyyət, bir güc olmuşuq. Yeni Sabah Azerbaycan istinadla məlumat verir ki, bu sözləri prezidenti Məsud Pezeşkiyan aprelin 28-də Bakıda Azərbaycanda yaşayan İran vətəndaşları ilə görüş vaxtı bildirib. Mən bugün burada olmaqdan xoşbəxtəm də tarixi əlaqələrimizin möhkəmlənməsi üçün uyğun mühitin yaradılması istiqamətində səyləriniz təqdirə layiqdir, deyə İran prezidenti bildirib. Prezident region xalqları arasında min illərlə davam edən ünsiyyətə toxunub. Tarix boyu biz bəzən ayrılmışıq, bəzən də qovuşmuşuq, ancaq ortaq mədəniyyətimiz, adət-ənənələrimiz, ənənələrimiz hələ də qalır. Məsud Pezeşkiyan bölgənin Nizami Gəncəvi kimi mədəniyyət və ədəbiyyat böyüklərinin qoyub getdiyi mirasa vurğu edib. Nizami Gəncəvidən oxumaq üçün heç olmasa bir şeir axtardım, tapı bilmədim. Yazdıqlarının hamısı farsçadır. Halbuki Nizami bu torpağa məxsusdur və bu göstərir ki, biz bir millət, bir mədəniyyət, bir güc olmuşuq. O, Prezident İlham Əliyevlə danışıqlar barədə bildirib. Bu görüşdə ikitərəfli əməkdaşlıq yolunda maneələrin aradan qaldırılması üçün işləmək razılaşdırılıb və biz bu istiqamətdə əlimizdən gələni edəcəyik. Prezident regionda əməkdaşlıq üçün mövcud olan imkanları elan edib. Əgər biz fikir ayrılığı əvəzinə əməkdaşlıq etsək, regionda yeni sivilizasiya və yeni ab-hava yarada bilərik. Niyə sərhədlər bizim regionda ticarətə mane olmalıdır? Halbuki Avropalılar sərhədləri aradan qaldıraraq inkişafa nail oldular. Biz ticarət, elm, sənaye və turizm üçün böyük bazar yarada bilərik.